Salam aleykum. Bugünkü videomuzda canlı doğuranlar qrupuna ait olan mollər haqqında sizə məlumat verəcəm. Molly balıqları yaxın zamanlarda da seleksiya ilə məşğul olan akvaristlər tərəfindən olduqca fərqli variasiyalara seleksiya elənilən balıqlardan biridir. Artıq zoomağazalarımızda platin balon mollylər belə görmək mümkündür. Bununla yanaşı olduqca fərqli çeşiddə mollylər də görməyimiz mümkündür. Bundan 3-4 il qabaq sadəcə qara və sarı mollylər var idi. Bununla yanaşı onlardan biraz üst səviyyə olaraq da ayquyruq mollyləri nəzərdə tuturduq. Molly balıqları qidalanma olaraq da çeşidli qidalar qəbul etməyi sevən balıqlardandır. Bu səbəbdən mümkün mərtəbə canlı yemlərlə qidalandırmağınızı tövsiyə edərəm. Sadəcə mollylər yox, digər bütün balıqlarda da canlı yemlə qidalanmaqları onların sağlamlığı, rəngləri, bədən quruluşları və digər bir çox amil üçün çox faydalıdır. Canlı yemlərdə ən asanı da artemia ilə qidalandıra bilərsiniz. Həmçinin digər bir çox qidanı da canlı qidalarda mollylərə verə bilərsiniz. Quru yemlər olaraq tetranın diskus yemlərindən istifadə edirəm. Bununla yanaşı tetranın digər yemlərindən də istifadə etməyiniz mümkündür. Tropikal balıqlar üçün hazırladığı. pH aralığı olduqca geniş də duzlu su akvariumlarında belə asanlıqla qalır. Temperatur aralığı da 20 ilə 30 dərəcə aralığında bəsləyən akvaristlər görmüşəm. Ancaq mənə görə sadəcə mənə görə yox, hər kəs üçün də standart temperatur 28 ilə 24 dərəcə aralığı olmalıdır. Akvarium şəraiti. Mənim tövsiyəm bitkili akvariumlarda bəslənməsidir. Onların stresini azaldır, onların stresi cildlərində gizlənəcək yerlər yaradır. Mollylər əksər sürüsevər, yəni milli balıqlarla qala bilirlər. Ancaq mən sürü halında olduqlarında digər zəif balıqları tırtıqlarını da müşahidə etmişəm. Bu səbəbdən molly balıqlarının olduğu akvariumlarda zəif balıqlara yer verməməyinizi tövsiyə edəcəm və yaxud da zəif düşmüş balıqları ayırıb başqa bir akvariumda bəsləməyiniz və yaxud da yuvalıqda bəsləyib formunu yenidən toplayana qədər molly balıqları ilə birlikdə bəsləməməyiniz tövsiyə olunacaqdır sizin üçün. İndi isə mənim illərdir problem yaşadığım və məncə molly balıqlarında ən əsas problem olan kristallaşma mövzusudur. Kristallaşma nədir? Ana balıq hamilə qalır, balaları bədəndə inkişaf edir, ancaq balalarını doğa biləcək bir mühit tapmadığı üçün balalarını doğmur. İlərləyən zamanlarda bala ananın bədənində ölür. Öldükdən sonra da ananı zəhərləməyə başlayır və ana da ölür. Bunun qarşısını necə ala bilərik? İlk növbədə akvariumda onu stres salacaq amillərdən uzaq durmalıyıq. Stres salacaq amillər nədir? Yüksək dərəcədə dalğa, iç filtrlər. Onlardan böyük balıqlar olduqda onların gizlənməkləri üçün yetərli ərazinin olmaması. Bu zaman nə etməliyik? Akvariumlarımızda bitkilərə mütləq yer verməliyik. Bitkili akvariumumuz olduğunda zaten istər-istəməz mollylərimiz stresi girməyəcəkdir. Bitkilərin arasında gizlənib rahatlıqla doğumlarını başa çatdıra biləcəklər. Özlərindən çox böyük balıqlara yer verməməyimiz. Məndə əvvəllər 15-16 dənə balıq idi. İçinə 2 dənə, 3 dənə molly atırdım. Təəssüf ki, stresə girdilər, kristallaşma baş verdi və balıqlar doğulmadan analar ölürdü. Bir də saylarını çox tutun. Məsələn, mən 15 ədəd molly almışdım. İndi 10 ədəd var əlimdə. 5 dənəsini də yaxınlarıma ucuz qiymətə sahibləndirdim, getdi. 10 ədəd var, ən az 5-li 10-lu qruplar halında bəsləyin ki, stresə girməsinlər, birlikdə gəzirlər zaten əksərən. Uzun sürü balıq axtaranlar molly balığı bəsləyə bilər mənim fikrimcə. Videoda gördüyünüz kimi əksərən birlikdə gəzirlər zaten. Ondan sonra da santıqlar atmaq başlayacaqdır. Erkək başına düşən dişi də 1-ə 1-in 2-yə və yaxud da birincisi olaraq bəslənə bilər. 1 erkək 3 dişi kimi. Erkək sayı çox olduğunda dişini çox teylir, dişini stresə salır. Erkək sayı az olduğunda isə mayalanmalar gec baş verir. Mayalanma baş verdikdən 20 ilə 40 gün sonra artıq balalar dünyaya gəlir. Mən balaları ilk növbədə ana artıq doğuma yaxın olduğunda tüpçü çıxartdığında ananı yuvalığa ayırıram. Orada balalarını dünyaya gətirir. Daha sonrasında ananı opiş akvariuma geri buraxıram və balaları da balalar üçün akvariumu bölmüş olduğum qisminə qoyuram. Orada da artemia və bu tip proteini yemlərlə qidalandırıb balaları tez müddətdə böyüyüb anaç forma çatdırıram. Yəqin ki 2 ay azada da artıq mollylərimiz anaç forma çatacaqdır. Sahibləndirmələr etdiyimdə də yenidən kanalda paylaşıb sizi məlumatlandıraram. Videomu izlədiyiniz üçün təşəkkürlər. Gələcək videoda görüşmək ümidi ilə.